Salam, mən Narınc Psixologiya Mərkəzinin dialektolog loqopedi Cəlilova Sübhanə. Bu gün sizlərə autizm spektr uşaqlarda loqopedik iş necə aparılmalıdır, bu barədə danışacağam. Öncəliklə onu deyim ki, autizm spektr uşaqların reabilitasiyası üçün 3-4 yaşı gözləməyə ehtiyac yoxdur. Biz bu uşaqlarda 3 yaşa qədər də autizm spektr əlamətlərini görə bilərik. Bu uşaqlarda əsasən 3 əlamət diqqət mərkəzindədir. Birinci, sosial münasibətlərdə çətinliklər. İkinci, nitq inkişaf ləngiməsi. Üçüncü, məhdud maraq dairəsi və təkrarlanan davranışların olması. Normal uşaq 9 ayında adını tanıyır, adını çağıranda çevrilib baxır. Amma autizm spektr uşaqlarda adına reaksiya verməmək, göz təması qurmamaq, təqlid etmə bacarıqlarının zəifliyi, qucağa alınmaqdan, fiziki təmasdan çəkinməsi, gecikmiş nitq inkişafı və exovaliyanın olması. Exovaliya dedikdə, yəni uşaq eşitdiyi hər hansı bir söz və ifadəni olduğu kimi mənasız şəkildə və ya avtomatik olaraq təkrarlayır. Yəni uşağa sual verirsən, suala cavab vermək əvəzinə uşaq həmin sualı təkrarlayır. Davranışlarında isə stereotip hərəkətlərin, təkrarlanan davranışların olması, əl çırpması, fırlanması, barmaq ucunda yeriməsi, əşyaları sıraya düzməsi və oyuncaqları məqsədli şəkildə oynamaması. Məsələn, maşını sürürmüş kimi oynamaq əvəzinə maşının təkərini fırladır və yaxud da maşınları sıraya düzəcək. Bütün bu əlamətləri uşaqlarımızda gördüyümüz zaman mütəxəssisə müraciət etməyimiz mütləqdir. Və loqoped bu uşaqlarla dialektoloji işləyir. Əsasən müayinədə biz nəyə diqqət edirik? Birinci olaraq uşağın anlama qavramasını yoxlayırıq ki, bu uşağın yaşına uyğun anlama qavraması necədir? Bundan əlavə uşaq göstərici barmağını istifadə edə bilirmi? Göstərici barmaq uşağa müəyyən bir obyekt və ya şəxs haqqında düşünməyi öyrədir. Uşaq bir şeyi işarə etməklə ətraf aləm haqqında düşüncə, diqqət bacarıqlarını inkişaf etdirir. Məsələn, hər hansı bir meyvəni, əşyanı işarə edirsə, deməli yaxın zamanda onun adını da deyəcək. Daha sonra bu uşaqda mən anlayışı varmı? Uşaq özünü tanıyırmı? Bədən üzvlərini tanıyırmı? Ola bilər ki, uşaq bədən üzvlərini şəkil üzərində göstərir, lakin öz üzərində göstərə bilmir. Daha sonra uşağın akademik bacarıqlarının olub-olmamasını yoxlayırıq. Hər bir loqoped uşağın yaşına uyğun bacarıqlarını bilməlidir. Daha sonra diqqət edirik ki, uşağın təqlidləri varmı? Bura həm hərəkət təqlidləri, məsələn, gəl qapını açaq deyəndə mənimlə bərabər qapını açması, gəl hoppanaq deyəndə hoppanması, əl çal deyəndə əl çalması və səs, heca təqlidləri də daxildir. Bundan başqa uşaqlarda kiçik motorikanın inkişafı da böyük əhəmiyyət kəsb edir. Kiçik motor bacarıqları uşağın barmaqlarını və əllərini dəqiq, nəzarətli şəkildə hərəkət etmə bacarığıdır. Bura şkilka taxmaq, muncuqları ipə düzmək, oyuncaqların xırda hissələrini birləşdirmək və s. Bu bacarıqlar uşaqda əl-göz koordinasiyasını, diqqəti inkişaf etdirməklə bərabər, həm də birbaşa beyinlə bağlı olduğu üçün dil və nitq bacarıqlarını da inkişaf etdirir. Daha sonra uşağın nəfəsin vəziyyətini, artikulyasiya aparatının vəziyyətini yoxlayırıq. Uşağımız tütək, şam üfürə bilirmi? Uşağın dilin, yanaqların, dodağın əzələlərinin vəziyyətini qiymətləndiririk. Və nəhayət uşağımız sadə əmrləri yerinə yetirə bilirmi? Məsələn, papağı başına taq, topu götür və s. Bütün bu əlamətləri yoxladıqdan sonra hər bir uşağa fərdi proqram tərtib edilir və biz bu proqram əsasında işləməyə başlayırıq. Və bunu unutmamalıyıq ki, autizm spektr uşaqlarda erkən müdaxilə şərtdir. Valideynlər diqqətli olmalı, öz uşaqlarını nəzarətdə saxlamalıdırlar. Bu uşaqlarda normal inkişafın getməməsini tez zamanda müəyyənləşdirsələr və erkən zamanda mütəxəssisə müraciət etsələr, çox uğurlu nəticələr əldə etmək olar. Hətta elə nəticələr olur ki, bu uşaqlar öz yaşına uyğun davranışlar göstərməyə, öz yaşına uyğun xüsusiyyətləri daşımağa və yaşıdları kimi məktəbə gedə bilirlər. Lakin təlimə gec başladıqda bu proseslər biraz çətinləşir.